Eminli kəndinin Nekropol qədim yaşayış məskənində 3 nömrəli qəbir küp aşkarlanmışdı. Həmin küpün qadına məxsus olduğu tədqiqatlar zamanı qeyd olunur və əşyalardan da tapılmış bu alətlərdən də bəllidir və əlimdə gördüyünüz qadına məxsus olan yanmış kömürdən muncuq boyunbağı və Eynoxoya adlanan tək qulplu su bardağı bunu sübut edir. Sakinlər tərəfindən tapılan və şərti olaraq 3 nömrəli küp məzarı adlandırılan bu abidə düzən sahədə yer səthindən cəmi 40 sm dərinlikdə aşkarlanıb. Bizim kəndimiz Eminli kəndi qədim tarixi dövrlərə aiddir. Bunu tapıntılar sübut edir. İlk tapıntı 2022-ci ildə şəxsi həyətdə təsərrüfat işləri görülən zaman aşkar edilmişdi. Küp qəbirlərin içərisində məişət əşyaları tapıldığı bir daha sübut edilir ki, burada yaşayış məntəqəsi olub. Bundan sonra ardıcıl son tapıntı 2025-ci ildə ard-arda ikisi tapıldı. Bizim müraciət edirik Elmlər Akademiyasına. Elmlər Akademiyası sağ olsun gəldi, bu işi araşdırdı. 2025-ci ildə şərti olaraq 2 və 3 nömrəli küp qəbirlərdən müxtəlif tipli və müxtəlif ölçülü qablar, qızıl zinət əşyaları və müxtəlif formalı muncuqlar və 12 yaşlı bir qadın skeleti və təxminən 50 yaşlarında bir kişi skeleti tapılmışdır. Antik dövrə aid abidədə 2 küp qəbirlə birlikdə 15 adda artefakt aşkarlanıb. Məzarı digərlərindən fərqləndirən əsas xüsusiyyət onun tamamilə dəniz balıqulağı ilə örtülməsidir. Küp tam bərpa edilmədiyindən ekspozisiya olaraq nümayiş edilmir. Lakin içində tapılan qadına məxsus əşyalar artıq aidiyyatı üzrə muzeyin fonduna təqdim edilib. 2 küp qəbrimiz ekspozisiyada sərgilənir, amma 3-cü küp qəbri tədqiqat aparılandan sonra tam sürətdə, yəni gördüyünüz əşyalar bizə təqdim olunmuşdur muzeyimizin fonduna, aklaşdıraraq muzeyin fonduna təhvil verilmişdir və bu təhvilin nəticəsində bizim küpümüz bərpa olunandan sonra biz onu ekspozisiyada nümayiş etdirəcəyik. Tapıntılar ərazidə Atropatena dövründən başlayaraq eramızın ilk əsrlərinə qədər intensiv məskunlaşmanın olduğunu ehtimal etməyə əsas verir. Bizim kənd ərazisi 1-3-cü əsrə aid qədim nekropol ərazisidir və gələcəkdə də bu ərazilərdə geniş kompleks tədqiqat işlərinin aparılması zəruridir. Və Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu növbəti ildə bizim ərazidə geniş şəkildə tədqiqat işlərinin aparılmasının baş plana salmışdır. Eminli küp qəbirlərindən aşkarlanan arxeoloji materiallar Atropatena tarixinin siyasi və mədəni əlaqələri haqqında müəyyən informasiyalar verir. Bu qəbirlərin arxeoloji materialları sarmat alanların Atropatenaya eramızın 1-ci əsrində etdiyi ilk yürüşlərindən birinin sübutu olduğunu deyə bilərik. Mütəxəssislər bu ərazidə 100-dən çox küp qəbrin olduğunu ehtimal edirlər. Bildirilir ki, ərazidə aparılacaq kompleks arxeoloji tədqiqatların yekununda Masalının Eminli kəndindəki abidələr ölkə əhəmiyyətli tarixi irs kimi qeydiyyata alına bilər. Nuranə Tələt qızı, Şahin İlhamoğlu, Əntiqə Fərəcova, ASTV xəbər.